Qoç bürcü. Olduqca çətin gün. Səhər sizi yoldan bir qədər uzaqlaşdıracaq xoşagəlməz halların baş verməsi ehtimalı var. Bir çox qoç həddindən artıq əsəbləşəcək, ona görə də başqaları ilə danışıqlar aparmaq çətin olacaq. İri layihələrə başlamamalı və mühüm qərarlar qəbul etməməlisiniz, xüsusən də böyük maliyyə investisiyaları ilə bağlı. Günortadan sonra yığılıb qalmış ev işlərinə fikir verməli olacaqsınız. Çox vəzifə götürməyin. Yaxınlarınızdan kömək istəyin, onlar sizə dəstək olmaqdan imtina etməyəcəklər. Buğa bürcü. Gününüz xeyir. Yaradıcılıq qabiliyyətləriniz özünü göstərəcək və bu, çoxdan bəri davam edən bir çox problemlərin həllinə kömək edəcəkdir. Eyni zamanda, buğaların əksəriyyəti həddindən artıq həssas və qəbul edici olacaq, bu da həmişə uyğun olmayacaqdır. Natiqliyiniz kəskinləşəcək, ona görə də danışıqlar və ictimai çıxışlar qeyri-adi dərəcədə uğurlu olacaq. Günortadan sonra özünüzü ilhamlı hiss edəcəksiniz, bu da ətrafınızdakıları ruhlandırmağa kömək edəcək. Əməkdaşlıq xüsusilə səmərəli olacaq. Bəzi pozulmuş münasibətləri bərpa etmək mümkün olacaq. Əkizlər bürcü. Olduqca sıx bir gün. Fikirlərinizi toplamaq və işə hazırlaşmaq çətin olacaq. Xırda problemlər sizi əsas işdən yayındıracaq. Bəzi əkizlər həddindən artıq emosional olacaqlar, ona görə də hər şeyi ürəklərinə çox yaxın tutacaqlar. Hər hansı bir vəziyyətdə özünüzü bir yerə çəkməyə və sakit olmağa çalışmaq vacibdir. Onda siz nəinki problemlərdən qaça, həm də gələcək üçün yaxşı zəmin yarada biləcəksiniz. Ailə üzvləri işlərinizə qarışmağa çalışacaqlar və bu, həmişə uyğun olmayacaq. Odur ki, onların enerjisini düzgün istiqamətə yönəltməyə çalışın və onlara tam olaraq sizə necə kömək edə biləcəklərini özünüz deyin. Xərçəng bürcü. Gün çətin başlayacaq, amma getdikcə hər şey yaxşılaşacaq. Sizə deyilən hər şeyə etibar etməyin. Onların sizi çaşdırmağa çalışmaları qətiyyən lazım deyil, sadəcə olaraq ətrafınızdakıların özləri məsələni kifayət qədər yaxşı başa düşməyə bilərlər. Ona görə də vacib qərarların qəbulunu bir müddət təxirə salmaq daha yaxşıdır. Günün ortasında əksər xərçənglər şənlik və emosional yüksəliş hiss edəcəklər ki, bu da onlara istənilən sürprizin öhdəsindən gəlməyə kömək edəcək. Son vaxtlar tez-tez anlaşılmazlıqların yarandığı münasibətləri yaxşılaşdırmaq imkanı olacaq. Şir bürcü. Qeyri-müəyyən bir gün, amma daha çox yaxşılıq olacaq. Səhər saatlarında bir çox şirlər yaxınlarının problemləri ilə məşğul olmaq üçün planlaşdırdıqları işlərə ara verməli olacaqlar. Kiçik çətinliklər qıcıqlanmaya səbəb olacaq, amma istəsəniz, emosiyalarınızın öhdəsindən gələ və baş verənlərdə bəzi müsbət cəhətləri görə biləcəksiniz. Günün ikinci yarısı qeyri-adi uğurlu olacaq. Liderlik keyfiyyətlərinizi nümayiş etdirəcək və rəhbərlik yoldaşlarınızın gözündə nüfuzunuzu gücləndirəcəksiniz. Sürətli karyera yüksəlişi şansınız artacaq. Çoxlu yaxşı imkanlar açılacaq, onlardan uğurla istifadə edəcəksiniz. Qız bürcü. Çətin gün. Başqaları ilə fikir ayrılıqlarından qaça bilməyəcəksiniz. Münasibətləri tamamilə pozmamağa çalışmaq vacibdir, onu bərpa etmək asan olmayacaq. Bir çox qız bürcü özlərinin öhdəsindən gələ biləcəkləri rutin işlərə diqqət etməlidir. Həmkarların və müttəfiqlərin köməyinə ümid etməməlisiniz. Sizdən imtina etməyəcəklər, lakin onlardan tam olaraq nə tələb olunduğunu izah etmək həmişə mümkün olmayacaq. Günortadan sonra iri miqyaslı layihələrə başlamamalı, ciddi qərarlar qəbul etməməlisiniz. Bu vaxt başladığınız işi başa çatdırmaq, işləri qaydasına salmaq və gələcək üçün planları yenidən düşünmək üçün ən uyğundur. Tərəzi bürcü. Çətinliksiz olmasa da yaxşı gündür. Müxtəlif insanlarla asanlıqla ümumi dil tapa biləcəksiniz. Bəzi köhnə rəqiblər sizin tərəfinizə keçəcək. Bir çox tərəzilər qeyri-adi dərəcədə cazibədar olacaqlar ki, bu da onlara məqsədlərinə daha tez çatmağa kömək edəcək. Ən yaxşı tərəfinizi göstərmək və nüfuzunuzu gücləndirmək imkanınız olacaq. Günün sonunda yorğunluq və əsəbilik yığılacaq. Yaxınlarınızla kiçik fikir ayrılıqları mümkündür, lakin təmkin və mehriban münasibət böyük mübahisələrin qarşısını almağa kömək edəcəkdir. Əqrəb bürcü. Hər şey rəvan getməyəcək. Bununla belə günün ilk yarısı uğurlu olacaq, ona görə də vaxt itirməyə ehtiyac yoxdur. Bəzi əqrəblər şəxsi cəlbediciliklərinin artması səbəbindən ən mübahisəli insanlarla asanlıqla əlaqələr qura biləcəklər.
Yaxın insanlar işlərinizə qarışmağa çalışacaqlar və bu təəccüblü dərəcədə vaxtında olacaq, bəzi vacib işlərdə sizə kömək edə biləcəklər. Axşam saatlarında tələsik hərəkətlər və başqaları ilə kiçik fikir ayrılıqları ehtimal olunur. Bununla belə vaxtında tədbir görəcəksən, buna görə də bu ciddi problemlərə səbəb olmayacaq. Oxatan bürcü. Ən asan gün deyil. Bütün gözləntiləriniz doğrulmayacaq və buna hazır olmalısınız. Bəzi oxatanlar qeyri-standart vəziyyətlərdə soyuqqanlılığı qoruyub saxlamaqda çətinlik çəkəcəklər, lakin bu səy göstərməli bir şeydir. Səhər ən yaxşısı diqqəti rutin işlərə yönəltmək və yalnız öz gücünə güvənməkdir. Təklikdə hədəflərinizə daha tez çatacaqsınız. Günün sonunda iş məsələlərinin həlli ilə ev işlərini birləşdirməli olacaqsınız ki, bu da əhvalınıza yaxşı təsir göstərməyəcək. Hər şeyi bir oturuşda etməyə çalışmayın, bəzi tapşırıqlar asanlıqla yenidən planlaşdırıla və ya təxirə salına bilər. Oğlaq bürcü. Günün ilk yarısı uğurlu olacaq, ona görə də çalışın ki, işləri sonraya qoymayın. Siz mənəvi yüksəliş və həvəs dalğası hiss edəcəksiniz ki, hər hansı çətin tapşırıq sizi çaşdırmasın. Bir çox oğlaqlar ətraflarında əlverişli emosional atmosfer yarada biləcəklər. Birgə işləmək xüsusilə məhsuldar olacaq. Yeni əlaqələr qura və mövcud əlaqələri gücləndirə biləcəksiniz. Günün ikinci yarısında mühüm qərarlar qəbul etmək çətin ola bilər. Bununla belə öz stereotiplərinizə və qərəzlərinizə təslim olmasanız, uğur qazanacaqsınız. Dolça bürcü. Olduqca uğurlu gündür, xüsusən də onun ilk yarısı. Səhər danışıqları hətta başlanğıcda çox mehriban olmayanlarla da yaxşı gedəcək. Bəzi dolçalar nüfuzlu himayədarlar əldə edə biləcəklər. Əqdlərin bağlanması üçün əlverişli dövr. Yeni tanışlıqlarda xoş təəssürat yaratmaq, sizə qarşı rəğbət oyatmaq və lazımi dəstəyi qazanmaq asan olacaq. Heç bir vacib məsələni axşama qədər təxirə salmamalısınız. Dostlarınız və ya yaxınlarınızla ciddi məsələləri müzakirə etmək üçün əlverişli zamandır. Balıqlar bürcü. Məşğul gün. Səhər düşüncələrinizi toplamaq və işə başlamaq çətin olacaq. Ev işləri sizi planlaşdırdığınız işlərdən yayındıracaq. Başqaları ilə qarşılıqlı anlaşmaya nail olmaq həmişəkindən daha çətin olacaq. Vacib qərarlar qəbul etməməli və böyük layihələrə başlamalısınız, onların uğur qazanma ehtimalı azdır. Siz kifayət qədər sayda maneələrlə üzləşməli olacaqsınız. Bəzi planlar təxirə salınmalı və ya tamamilə tərk edilməli olacaq. Bir çox balıqlar ailə üzvləri ilə xırda fikir ayrılıqlarından qaça bilməyəcəklər.